İranın artıq aylardır Amerika Birləşmiş Ştatları və İsraillə müharibə şəraitində olmasına baxmayaraq, hakimiyyət orqanları ölkə daxilində müxalif düşüncəli və tənqidi fikirli vətəndaşlara qarşı təqiblərə, həbs və edamlara ara vermir. Ölkənin düşdüyü qarışıq durumda hətta köhnə və zahirən indi yeri olmayan işlər üzrə istintaq və məhkəmə hökmlərinin çıxarılması davam etdirilir. Həmin prosesdə rejimin imtiyazı təbəqəsi sayılan din xadimlərinə də güzəşt edilmir və rəsmi ideologiyanın qırmızı xəttlərini aşan ruhanilərə qarşı sərt addımlar atılır. Bunun ən son nümunəsi kimi məşhur ilahiyyatçı Əbdürrəhim Süleymani Ərdistani barəsində çıxarılan məhkəmə hökmünü göstərmək olar. Şiə ilahiyyatındakı islahatçı fikirlərinə və yeni yanaşmalarına görə bir çoxları tərəfindən İranın Spinozası adlandırılan Hüccət-ül-İslam Ərdistaniyə ruhanilərin xüsusi məhkəməsinin hökmü ilə 6 il həbs cəzası verilib. Həmçinin o cərimə olunub və ruhani libası geymək hüququndan məhrum edilib. Uzun illər İranın humanitar elmlər üzrə ixtisaslaşmış Mofid Universitetinin professoru və Qum elmi hövzəsinin müəllimləri və tədqiqatçıları assambleyasının üzvü olan bir ruhani barəsində çıxarılan bu hökm haqqında iyunun 10-da yayılmış məlumat təkcə İranda deyil, beynəlxalq aləmdə də diqqət çəkib. Əbdürrəhim Süleymani Ərdistani özünün islahatçı düşüncəsinə və fəal ictimai mövqeyinə görə İran dini siyasi mühitində yaxşı tanınan bir şəxs olsa da, onun adı xüsusən ötən ilin sonlarında verdiyi qalmaqallı açıqlamalardan sonra media və sosial şəbəkələrin gündəminə gəlib. Bunlardan ən başlıcası onun İslam peyğəmbərinin qızı və şiələrin birinci imamının həyat yoldaşı Fatimə-i Zəhranın şəhid olması barədə rəsmi müddianı şübhə altına alması olub. Eyni zamanda o, şiə imamlarından birinin qısqanclıq zəminində arvadı tərəfindən zəhərlənərək öldürüldüyü üçün ona yas saxlamağın mənasını sorğuluyub. Ərdistaninin bu və digər fikirləri rəsmi dairələrdə və mühafizəkar din xadimləri arasında geniş etirazlara səbəb olub. Vaxtilə Ayətullah Xomeyninin tövsiyəsi ilə yaradılan və İranın ən qədim siyasi partiyalarından biri olan İslam Koalisiyası Partiyasının baş katibi Məhəmməd Əli Əmani onun açıqlamalarına kəskin reaksiya verərək yazıb. Stat: Şiə müqəddəsləri və etiqadlarının təhqir olunması bağışlanmaz bir günahdır. Hüquq mühafizə orqanlarından və ruhanilərin xüsusi məhkəməsindən onun ruhani libasından məhrum edilməsini və özünü şiə kimi göstərən bu şəxsin mümkün olan ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm. Statın sonu. Məsələnin geniş ictimai rezonans və ideoloji ixtilaflar doğurduğunu nəzərə alaraq, radikal mühafizəkar dairələri təmsil edən məşhur xətib Hamid Kaşani bu mövzularla bağlı Əbdürrəhim Süleymani Ərdistani ilə debata çıxmağa hazır olduğunu bildirib. Ərdistani açıq debat çağırışlarını qəbul edib və Azad adlı kanalda təqribən 3 saatlıq mübahisə və müzakirə baş tutub. İndiyə qədər 1 milyondan çox baxış toplayan həmin debat nəinki problemi həll etməyib, əksinə etirazları daha da coşdurub və Ərdistaniyə təhdidləri artırıb. Tezliklə bir qrup mülki geyimli şəxs Ərdistaninin evinə hücum çəkərək onlayn iclasda olan ruhanini ağır şəkildə təhqir edib və bu səhnə sosial şəbəkələrdə geniş əks-səda doğurub. Bundan əlavə bir qrup dindar həmin məsələ barədə Ayətullah Əli Rıza Səncəri Ərakiyə müraciət edib. Həmin Ayətullahın cavabı isə belə olub. Stat: Kim aydın şəkildə və bilərəkdən Fatimə-i Zəhranın şəhidliyini və Əhl-i Beytin fəzilətini və mütləq vilayətini inkar edirsə, Şiə məzhəbinin çərçivəsindən xaric olub və onun barəsində kafirlik yaxud dindən çıxmaq hökmü doğrudur. Statın sonu. Əbdürrəhim Süleymani öz fikirləri barədə açıqlama verib düzgün anlaşılmadığını izah etməyə çalışsa da heç bir xeyri olmayıb. Nəhayət, bu il martın 21-də Amerika Birləşmiş Ştatları və İsraillə müharibənin qızğın çağında ruhani zoraki bir tərzdə həbs edilərək Qum həbsxanasına aparılıb. Özünün bildirdiyinə görə, əvvəlcə ona qarşı 5 maddə üzrə ittiham irəli sürülsə də, sonradan ittihamların sayı 11-ə çatıb. Əlbəttə, Ərdistaninin həbsi təkcə onun din tarixi və ilahiyyətin nəzəri məsələləri ilə bağlı fərqli fikirləri ilə əlaqədar deyil. Bundan daha çox ruhaninin ictimai-siyasi mövzulara dair kəskin tənqidi çıxışları və barışmaz mövqeyi ilə əlaqədardır. Onun Azad Fikirli Süleymani adlı Telegram kanalı həmin mövqeyin güzgüsü sayıla bilər. Ərdistani son yazılarında İranın yeni ali rəhbəri Müçtəba Xameneyini xalqa zorla qəbul etdirilmiş rəhbər adlandırır və onun bəyanatlarını amansız tənqidə məruz qoyur. Məsələn, bu ilin martında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail zərbəsi nəticəsində həlak olması ilə əlaqədar Müçtəba Xameneyinin bəyanatı barədə yazıb. Yeni ortaya çıxan rəhbər Əli Laricaninin öldürülməsi ilə bağlı başsağlığı mesajında onun haqqında belə deyir. Doktor Əli Laricani alim, uzaqgörən, ağıllı, məsuliyyətli və siyasi, hərbi, təhlükəsizlik, mədəniyyət və idarəetmə sahələrində müxtəlif təcrübələrə malik bir şəxs idi. İslam Respublikası sisteminin müxtəlif səviyyələrində təxminən 5-10 illik ərzində fəaliyyət göstərməsi onu seçkin bir simaya çevirmişdi.
Mən bu sözlərin doğru və yanlış olması barədə heç nə demirəm. Sadəcə bir cümlə deyirəm. O, bu rejimin həyata keçirdiyi və minlərlə insanın qanına bais olan 8 yanvar tarixli dəhşətli və faciəvi cinayət zamanı Ali Milli Təhlükəsizlik Şurasının katibi idi. Hətta fərz etsək ki, o, bu qorxunc cinayətin törədilməsində birbaşa iştirak etməyib, ən azı etiraz etməli və ya istefa verməli idi. Amma bunu etmədi və buna görə də müqəssirdir. Əbdülrəhim Süleymani Ərdistani təkcə bu ilin yanvar aksiyalarında rejimin etirazçı əhaliyə divan tutmasına qarşı çıxmır. Həm də etirazlar yatırılandan sonra həyata keçirilən repressiyalara və edamlara çəkinmədən yox deyir. Bununla bağlı onun bir yazısında hakimiyyətə müraciətlə deyilir. Mən lənətə qarşıyam, amma lənət olsun sizə. Mən ölüm şüarına qarşıyam, amma ölüm olsun sizə. Eşitdim ki, daha 3 gənci edam etmisiniz və mən sizi qəti şəkildə cinayətkar hesab edirəm. Bu, təkcə ona görə deyil ki, mən edam hökmünü Qurana, İslama və insanlığa uyğun hesab etmirəm. Həm də ona görədir ki, siz hətta özünüzün qeyri-insani və qeyri-İslami fikrinizdən qaynaqlanan cəfəng qanunlarınıza belə əməl etmirsiniz. Fevralın əvvəllərində etdiyi bir çıxışında isə o, bu gedişlə İran rejiminin iflasının qaçılmaz olduğunu vurğulayaraq deyib. Əgər keçmişdən ibrət götürməsəz və xalqa doğru üst tutmasaz, sizin süqutunuz labüddür. Hakim dairələr isə bu qorxunc perspektivin qarşısını almaq üçün repressiyaları daha da gücləndirmək yolunu tutub. Belə ki, Ərdistaniyə həbs cəzası verilməsi ilə təqribən eyni vaxtda məşhur İran politoloqu Professor Sadiq Zibakalam da tənqidi çıxışlarına görə həbsə atılıb. Amma Ərdistaninin istinad etdiyi keçmişin təcrübəsi müxalifləri susturmağın və tənqidi boğmağın çıxış yolu olmadığını aydın şəkildə göstərməkdədir.